Bu problemin mahiyyəti əsas? Problemin mahiyyəti ondan ibarətdir ki, əsas problem açıqcası bütün strukturlarda, o cümlədən gömrük strukturlarında rüşvət, korrupsiya məsələləridir. Bu, həddindən artıq vəziyyəti ağırlaşdıran bir amildir. Bu, ilk növbədə aradan qaldırılmalıdır. Daha sonra gömrük sistemi və vergi sistemi monopoliyalara çalışmamalıdır. Orada elə situasiya yaradırlar ki, ayrı-ayrı vətəndaşlar da, hakimiyyətin birbaşa nəzarətində olmadan biznes quran şəxslər də, şirkətlər də o qədər çətinliklərlə, bürokratiya ilə, şərtlərlə, tələblərlə üzləşirlər ki, faktiki olaraq öz ideyalarından, öz biznes proyektlərindən, təşəbbüslərindən imtina etməli olurlar ki, ancaq hakimiyyətin müəyyənləşdirdiyi şirkətlər monopoliya qaydasında istədikləri şəkildə mal gətirsinlər və onu Azərbaycanda reallaşdıra bilsinlər. İlk növbədə bu sahədə ədalətli yanaşma olmalıdır, iqtisadi azadlıqlar olmalıdır, monopoliyalar aradan qaldırılmalıdır, şəffaflıq artmalıdır. Yəni, bütün bunlar hansısa bir qeyri-adi, çətin tələblər deyil. Bu, dünya praktikasında mövcud olan və Azərbaycanda da olmalı olan şərtlərdir. Və bunu bizim mütəxəssislərimiz, iqtisadçılarımız, bizneslə birbaşa fəaliyyət, biznes sahəsində fəaliyyət göstərən təcrübəli şəxslər bunların hamısını çox gözəl bilirlər və dəfələrlə bu mövzular səslənibdir. Yəni, burada hansısa yeni bir velosiped kəşf eləməyə, qeyri-adi bir təşəbbüskarlıq göstərməyə ehtiyac yoxdur. Burada müasir dünya praktikasından və Azərbaycanın şərtlərindən çıxış edərək düzgün istiqamətdə addımlar atılmalıdır.